Ünvan, qulaq as. Elm öyrənməklə əldə olunmur. O bir nurdur ki, Allah onu istədiyi bəndənin qəlbinə salar. Elm istəyirsənsə, əvvəlcə Allaha qul olmağın həqiqətinə varmalısan. Elmi ona əməl edərək istəməlisən. Və Allahdan istə ki, sənə dərk etdirsin. Bəs qul olmağın həqiqəti nədir? Qul, Allahın ona verdiklərini özününkü bilməməlidir. Çünki qulların heç nəyi olmur. Malı Allahın malı bilir, onu Allahın əmr etdiyi yolda sərf edirlər. Öz işləri üçün öz başına tədbir görməməlidir. Onun bütün məşğuliyyəti Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməkdən ibarət olmalıdır. Əgər qul Allahın ona verdiklərini özününkü bilməsə, onda onu Allahın əmr etdiyi yerlərə xərcləmək də ona rahat gələr. Əgər o, bütün işlərini əsl tədbir görənin öhdəsinə qoysa, onda dünyanın müsibətləri ona asan gələr. Qul, Allahın əmr və qadağalarına əməl etməklə məşğul olsa, bu işlərdən ayrılıb insanlarla mübahisə etməyə, özünü öyməyə vaxt tapmaz. Allah bir bəndəyə bu üç şeyi lütf etsə, artıq dünya, iblis və insan da olmaqla bütün yaranmışlar onun gözündə kiçilər. Daha var dövlət artırıb, övünmək üçün dünyaya tamah salmaz. Üstünlük üçün insanların əlində olana göz dikməz və günlərini puça sərf etməz. Bu, təqvanın ilk pilləsidir. Allah buyurur: biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edərik. Ən gözəl aqibət yalnız Allahdan qorxub, pis əməllərdən çəkinənlərindir. İmam sözlərini bitirəndən sonra mən ondan öyüd nəsihət istədim. Deyəcəklərimi yadında saxla və nə badə əməl etməkdə səhlənkarlıq edəsən. Bu dediklərim sənə və Allaha doğru üz tutan hər bir kəsə tövsiyəmdir. İştahan çəkməyəni yemə. Bu, ağılsızlığa səbəb olar. Ancaq ac olanda ye. Yeməyinə də haram qatma və yeməyə başlayanda Bismillah de. Peyğəmbərin hədisini unutma. Allahın salamı ona və ailəsinə olsun. İnsan övladı öz qarnından daha pis bir qab doldurmur. Yeməyə ehtiyac duyulduqda mədənin 1/3 yemək üçün, 1/3 su üçün, 1/3 də nəfəs almaq üçün saxlanılmalıdır. Biri sənə, mənə bir söz desən, onunu eşidərsən desə, ona belə cavab ver: mənə onunu desən, birini də eşitməzsən. Kimsə sənə layiq olmadığın sözü desə, cavabında de: əgər dediklərin doğrudursa, Allah məni bağışlasın. Yox, əgər dediklərin yalandırsa, onda Allah səni bağışlasın. Biri səni hədələsə, sən ona nəsihət və nəvazişlə qarşılıq göstər. Onun üçün dua et. Bilmədiklərini alimlərdən soruş. Onları çətinə salmaq və sınamaq üçün sual vermə. Öz şəxsi rəyinlə bir iş görmə. Bacardıqca ehtiyata uyğun davran. Fitva verməkdən, yırtıcı şirdən qaçdığın kimi qaç. Boynunu insanlara körpü etmə.